Salam hörmətli izləyicilərimiz. Bu günləri sizə Masazırın düz girişindən, ən gözəl yerindən, çünki Masazır Kurğuna düz yaxındır. Bakı-Sumqayıt yoluna çox yaxın bir binadır. Çox mərtəbəli bina. 11-ci mərtəbəsində yerləşir mənzilimiz. Hal-hazırda qonaq otağına çəkilişi edirik. Mənzilimiz Kupçalıdır və şəxsi yaşayışlı olan bir mənzildir. Gördüyünüz bütün əşyalar mənzilimizdə qalacaq. Mənzilimiz əsas yolun Əliağa Vahid küçəsinin düz kənarında yerləşir. Binanın sizə deyim, qəşəng qapalı həyəti var. Uşaqlarla oynamağa meydançası falan hər bir şeyi var. Mənzilin təmiri də qəşəng səliqəli qalıb. Səliqəli, çox gözəl səliqəli saxlanılan bir mənzildir. Giriş qapısını görürsünüz. Giriş qapısından girəndə 2 sanitar qovşağı, qalın 2 otaqlıdır. Qonaq otağını sizə göstərdim. Sonra yataq otağı gəlir və sizə indi mətbəxi göstərəcəm. Evimizin mətbəxi. Qəşəng geniş mətbəxi var. Bir 14 kvadrat olar və mətbəxdən balkona çıxışı var. Əgər Masazırın girişində Kupçalı mənzil axtarırsınızsa, çox probkaya düşməmək üçün sırf Masazırın girişini istəyirsinizsə, bu mənzili qaçırmayın. Mənzildir, gir-yaşa mənzildir. Gördüyünüz bütün əşyalar hamısı qalır. Siz bilirsiniz ki, yaşayışlı mənzil olanda həm adama güc az düşür. Çünki artıq hər şey qurulub, tam təmirli, hazır. Sadəcə çantanızı götürüb, çimadanınızı götürüb gəlib yaşaya bilərsiniz, xərcləyə biləmir. Sonunda indi sizə yataq otağını göstərəcəm və sizə səliqəli yataq otağını göstəririk. Görürsünüz, yataq otağıdır. Mebellərin qiyməti də ucuz deyil. Yəni ki, indi gələndə özünüz biləsiniz, hamısı brend mallardır. Səliqəli saxlanılıb, çünki balaca uşaq falan yoxdur. Qəşəng bahalı mebellərdir. Fürsəti qaçırmayın, kanalıma abunə olmağı unutmayın. Bugünə bu qədər, sağ olun.